Gördüyünüz bu quyuda 1 saat boyunca qalacağam. Görə bizi nələr gözləyir. Videoya like atıb kanalımıza abunə olmayı yaddan çıxarmayın. Getdik video. Artıq quyumuzun üstünü bağlayıb 1 saat burada qalmağa çalışırıq. Ay yavaş. Vəziyyət zordur. Vəziyyət zordur. Bu quyunun içində 1 saat vaxt keçirəcəm. Səsim echo verə bilər, hər yer bağlıdır. Üstü bu vəziyyətdədir dostlar. Üstünü bağlamışıq yəni. Ümid edirəm video xoşunuza gələr. Dostlar, burada üzüm tam düşməyib, səbəbini açıqlayım. Üzümün tam düşməməsinin bir səbəbi odur ki, arxa kamera ilə çəkmişəm. Arxa kameranı da tutuzdura bilməmişim üzüm yəni. Buna görə üzrlü sayın, like atın, izləyin. Xoş izləmələr. Bu arada burada təmizliyim quyunu yenidən su doldurmaq üçün. Aniden oldu, dedim ki burada bir də video çəkim. Cibobombes. Cibobombes yetim. Dostlar, hal-hazırda 10 dəqiqədir ki buradayam. Mədəniyyət evinə getməliyəm təcili olaraq. Ən yaxşısı elə işimi burada görüm valla. Yaxşı ki işim yüngüldür. Yəni ki vedrə var da burada. Qırmızı rəngi çox sevdiyim üçün krujka da qırmızı rəngdədir. Qabaqcadan hər şeyi planlaşdırmışam. Like atıb abunə olmağı yaddan çıxarmayın. Səsi nə qəribə çıxır. Burada müğənni olmaq olar ha. Baba səs verir yəni. Kaka. Bu nədir? Qaranlıq deyə bir də işıqsız çəkəcəm dəl. Baxın. Dostlar, bu da işıqsız variant. Gəl buradan çıxır, nərdivan düşməlidir aşağı. Digər iş falan hamısı. Vedrəni yuxarı çıxarmalıyam. Bilirsiniz ki, mən torpaqda diri-diri bastırılmadı video çəkib torpağın altında qalmışam 45 dəqiqə. Deyəsən 1 saat idi o da, bilmirəm. Ancaq bunun kimi sıxıcı deyildi də. Bunda özü daha təmiz havasızlıqdır yəni. Də üstə baxın bir dənə. Divarlarını təqdim edirəm sizə. Divarları bu vəziyyətdədir. Yəni ki, çətin məsələdir dostlar. Buradan nəfəs almaq çətin məsələdir. 4 tərəfi bağlı bir ərazidir. Hal-hazırda düz 20 dəqiqədən çoxdur ki buradayam. Burada düz dediyana bilmirəm, başım dirənir. Çox deyana bilmirəm, həqiqətən deyirəm. Yuxum gəldi. Yox, havasızlıq var burada, çox pis havasızlıq var. Üstdən belə düşünürdüm ki, aralıqlardan hava gələr. Heç aralıqdan hava belə gəlmir. Çox çətin bir andır bu dəqiqə. 1 saat olmasın, 1-15 dəqiqə gözləyib buradan çıxacam. 1 saat dayana bilmədim, çox çətindir yəni. Heç kəs də dayana bilməz, heç kəs də tövsiyə olunmur. İnşallah ümid edirəm videomu bəyəndiniz. Çıxmalıyam buradan. Kömək eləyin. Aya. Çaldılar çocukluğumu habersiz. Düşündüm ki TikTok'a baxım. O kadar gözəl bəxtim var ki, işıqlar da sönüb. Wi-Fi yoxdur. Telefonda internet də yoxdur. Həyatdakı çox sıxıcıdır burada. Over the edge, feel like I'm floating. Ürəyim sıxılır. Çox pisən. The pain I felt is paid for, all is said and done. Aha, ayaq səs gəlir. Mənim vəziyyətimə baxın da bir dənə. Məcbur olub özüm atacam üstü. Çox ağır bir şifir deyil, özüm atacam məncə. Bu yüzden ki çox səs gücü çıxacaq. Edge, feel like I'm floating through the air. Pain I Oh be, cənnət varmış. Bir videomuzun da sonuna gəldik. Ümid edirəm video xoşunuza gəldi. Əgər video xoşunuza gəldisə like atıb kanalımıza abunə olmağı yaddan çıxarmayın. Gələn videolarda görüşmək ümidi ilə sağ olun, sevilirsiniz. break out, I've got to see